Deməli, bugünkü dərsimiz olur modal sözlər. Modal sözlər danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Bu danışan insanın öz danışığına əlbəttə ki, münasibətdən söhbət gedir. Yəni, mən danışıram, öz fikrimə münasibət bildirirəm, müəyyən münasibətlər bildirirəm. Bu münasibətlər nəticəsində də modal sözün mənaca növləri ortaya çıxır. Yəni, mən öz fikrimə təsdiq və yəqinlik bildirirəm, yəqinliyə uğradıram, yəni nəticələndirirəm. Güman və şübhə ilə yanaşıram. Öz dediyimə nəticə ümumiləşdirmə edirəm öz fikrimi, fikrin mənbəyini bildirirəm. Bənzətmə müqayisə olaraq ortaya çıxır öz danışığıma. Deməli, fikrimə münasibətim bir də təəssüf olaraq ortalığa çıxa bilir modal sözün mənaca növlərinin içərisində. Təsdiq və yəqinlik bildirən modal sözlərdən başlayaq. Əlbəttə, şəksiz, şübhəsiz, doğrusu, doğrudur, doğrudan da, həqiqətən, düzü, sözsüz, yaxşı və s. Bu kimi modal sözlər deməli təsdiq yəqinlik bildirən modal sözlər hesab olunur. Misal üçün deyirəm ki, mən həqiqətən də onu tanıyıram. Həqiqətən də onu tanıyıram. Burada təsdiqə uğradır, yəni təsdiq formasında verir. Güman və şübhə bildirən modal sözlər bəlkə, bəlkə də, güman, güman ki, ehtimal, ehtimal ki, yəqin ki, deyəsən, görünür, olsun ki, olmaya, bilməyə və s. kimi güman şübhə bildirən modal sözlər isə güman və şübhə ilə yanaşılır və məsələn deyirəm ki, o olmaya bunları anlamır, olmaya bunları anlamır, olmaya burada olacaqdır güman və şübhə bildirən modal söz. Sonra ümumi olaraq nəticə ümumiləşdirmə bildirən modal sözlər qarşısında biz öz fikrimizə münasibət bildiririk. Əvvəla, axır ki, ümumiyyətlə, beləliklə, xülasə, nəhayət, bir sözlə, tutaq ki, demək, nə isə və s. kimi modal sözlər nəticə ümumiləşdirmə bildirən modal sözlər hesab olunur. Deyirəm ki, xülasə. Məsələlərdən hər birimiz xəbərdarıq. Xülasə burada nəticə ümumiləşdirmə bildirən modal söz olacaq. Fikrin mənbəyini bildirən modal sözlər var. Deməli, məncə, səncə, fikrimizcə, zənnimizcə, mənə görə, sənə görə və s. Burada da olacaqda biz fikrimizcə qalib gələcəyik. Fikrimcə daha doğrusu qalib gələcək. Fikrimcə burada olacaqda fikrin mənbəyini bildirən modal söz. 5-ci modal sözün məna növü bənzətmə və müqayisə bildirən məna növləridir. Sanki, elə bil, güya və s. Və s. deyəndə 3 dənədir burada. Sanki, elə bil ki, güya. Məsələn, o deyilənləri anlamırdı sanki. Burada bir şey yadda saxlayaq ki, bənzətmə və müqayisə bildirən modal sözlər digər nitq hissələrindən vergüllə ayrılmır. Yazıram ki, bu sanki, elə bil, güya modal sözləri vergüllə ayrılmır. Burada da fikir verirsə, yəni vergüldən istifadə etmədim. Cümlənin sonunda işlənməsinə rəğmən yenə də vergüldən istifadə olmayacaq. İstəyir cümlənin əvvəlində gəlsinlər, istəyir ortasında gəlsinlər, istərsə də sonunda işlənsinlər. Fərqi yoxdur. Yəni, vergüllə işlənmirlər bunlar. Təəssüf bildirən modal sözlər təəssüf ki, heyf ki, əfsus ki və s. Dostlarım əfsus ki, məni başa düşmədi. Əfsus ki, burada olacaqdır deməli, təəssüf bildirən modal söz. Onsuz da hər bir mənadan fikir verirsə, hər bir məna, modal sözün mənaca növü öz mənasını çıxardır. Yəni, nəticədirsə, nəticə verir, mənasını verir. Təəssüf bildirənsə, təəssüf mənasını verir. Və yaxud da ki, güman şübhə bildirənsə, təsdiq bildirənsə, bunlar öz mənalarını verirlər. Qeyd 1-ə burada fikir verək, qeyd 1 yazmışam. Modal sözlər quruluşca sadə və mürəkkəb tərkibi olurlar. Sadə modal sözlər bəlkə, deyəsən, təəssüf, güya və s. Mürəkkəb tərkibi modal sözlər yaxşı ki, tutaq ki, əfsus ki, həqiqətən də. Yəni, burada 2 dənə söz olmalıdır. Yəni, 2 də sözdür, fərqi yoxdur. Əfsus da sözdür, 2 də sözdür, də də söz hesab olunur. Yəni, bunlar mürəkkəb tərkibi modal sözlər hesab olunurlar. Qeyd 2-yə burada fikir verək. Modal sözlərin cümlədə işlənmə yerləri sərbəstdir. Bu nə deməkdir? Yəni, cümlənin əvvəlində
ortasında, sonunda işlənə bilirlər. Modal sözlər digər sözlərdən vergül durğu işarələri ilə ayrılırlar. Misal üçün, burada əvvəldə, ortada və sonda deməli, modal sözlərin işlənməsinə biz baxaq. Deyirəm ki, bəlkə o mənə inandı. Bəlkə o mənə inandı, bəlkə burada olacaq, əvvəldə işlənəcəkdir və özündən sonra durğu işarəsi qoyuldu. Sənə inanırdım. Təəssüf ki, məni yarı yolda qoydun. Sənə təəssüf ki, burada olacaq. Modal söz və cümlənin ortasında işlənəcək. Hər iki tərəfdən vergülləri yəqin ki, görürsünüz. Bunları özün də bilirsən, doğrusu. Doğrusu, burada da modal söz olacaqdır. Təsdiq yəqinlik bildirən modal söz olacaq və vergülü özündən əvvəl yəqin ki, gördünüz. Sonra modal sözlərin digər nitq hissələrlə amonimlik yaratması. Bu amonimlik əlbəttə ki, qrammatik amonimlik hesab olunur. Yazıram bura qrammatik amonimlik. Qrammatik amonimlik. Bu nə deməkdir? Yəqin ki, bilirik. Yəni modal sözün yalnız, yəni tək modal sözün yox, eyni zamanda bütün köməkçi hissələrin yalnız qrammatik mənası olduğu üçün biz bunu götürəcəyik qrammatik amonimlik. Biz leksik amonimlik götürə bilmərik. Çünki bir məna tayında, yəni modal sözdə və yaxud da bağlayıcıda və yaxud da qoşmada və yaxud da ədatın amonimliyində, nə bilim, nidanın amonimliyində bunlarda ancaq qrammatik məna olduğu üçün biz bunlara qrammatik amonimlik hesab edirik. Yaxşı modal sözü həm modal söz kimi işlənir. Misal üçün deyirəm ki, yaxşı dediyini edəcəyəm. Yaxşı dediyini edəcəyim. Yaxşı burada olacaqda təsdiq bildirən modal, təsdiq yəqinlik bildirən modal söz. Zərf kimi işlənəndə isə feili izah edəcəkdir. Deyirəm ki, şagirdlərim yaxşı oxuyur. Yaxşı oxuyur. Yaxşı oxuyur. Yaxşı burada zərf kimi çıxış edəcək. Çünki feili izah edib. Sifətdə isə əlbəttə ki, əşyanı izah edəcək. Deyirəm ki, yaxşı sözə nə deyəsən? Yaxşı sözə nə deyəsən? Sonraki amonimliyə baxaq. Qrammatik amonimlik. Deməli, demək sözü burada qrammatik amonim kimi işlədək. Modal söz kimi həm də feil kimi işlənə bilir. Deyirəm ki, demək, sən də gələcəksən. Demək, sən də gələcəksən. Deməkdən sonra burada əlbəttə ki, vergül qoyuruq və demək sözü burada modal söz hesab olunur. Deyirəm ki, vəzifəm bunları sizə deməkdir. Vəzifəm bunları sizə deməkdir. Deməkdir burada olacaqdır. Deməli, demək feil olaraq işlənəcəkdir. Söz sözünə baxaq. Həm modal söz, həm də sifət kimi işlənə bilər. Deyirəm ki, dediklərini sözsüz edəcəyəm. Dediklərini sözsüz edəcəyim. Sifət kimi baxaq. Deyirəm ki, sözsüz adama oxşamırsan. Oxşamırsan. Sözsüz adama, necə adama, sözsüz adama. Burada sifət kimi işləndi. Burada isə modal söz kimi işləndi və cümlənin ortasında işləndiyinə görə hər iki tərəfdən vergülləri də qoyuldu. Qeyd 1-ə baxırıq. Qeyd 1
Deyirəm ki, burada məncə sözünü mən vermişəm. Qeyd 1-də niyə? Çünki məncə sözü ola bilər uşaqlar tərəfindən qarışdırılır. Əslində qarışdırmağa ehtiyac yoxdur. Çox asan bir şeydir bu. Fikrin mənbəyini bildirirsə və digər cümlənin içərisində digər sözlərdən vergül, durğu işarəsindən ayrılırsa, burada məncə modal sözdür. Deyirəm ki, məncə dediyimi başa düşdünüz. Başa düşdünüz. Məncə dediyimi başa düşdünüz. Burada məncə fikrin mənbəyini bildirən modal sözdür. Amma əvəzli plus qoşma olanda bu cür olacaqdır. Deyirəm ki, onlar məncə bilmirlər. Burada mən qədər, misal üçün bu ca-cə sinonim qoşması olaraq qədərdən də istifadə oluna bilər. Mən qədər, mən kimi və s. Bu cür istifadə oluna bilər. Yəni burada mən plus qoşma şəklində veriləcəkdir. Burada əgər hər iki tərəfdən vergül olsa, artıq onda vəziyyət dəyişir. Onlar məncə, yəni mənim fikrimcə, məncə bilmirlər olacaqdır və modal söz kimi işlənəcəkdir. Burada vergül işlənməməsi onu bizə göstərir ki, burada əvəzli plus, yəni əvəzli plus qoşma, yəni mən plus ca-cə qoşması şəklində işlənibdir. Qeyd ki, burada fikir verək, xülasə, müxtəsər, nəhayət sözləri müxtəlif hissələr kimi işlənə bilirlər. Yaxşı, amma vurğu fərqi olduğuna görə, bu vurğu fərqi olduğu üçün qrammatik amonimlik yarada bilmirlər. Qrammatik amonimlik sadəcə yaratmırlar. Biz bilirik ki, amonimlərdən bilirik ki, amonimlərdə mütləq şəkildə vurğu eyni hecanın üzərində olmalı. Yəni, fərqli hecaların üzərində əgər oxşar sözdürsə, fərqli məna bildirirsə, eyni deyilib, eyni yazılırsa, fərqli məna bildirirsə, vurğu fərqlidirsə, onda biz ona amonim götürə bilmərik. Və yaxud da səs uzanması varsa, uzanmasına görə fərqlənən sözlər də var. Bunlar da amonim kimi götürülə bilmirlər. Leksik məna da tamam başqa ola bilər, fərqi yoxdur. Amma burada mütləq şəkildə amonimin bütün şərtlərini ödəməlidir ki, amonim kimi götürülə bilsinlər, qrammatik amonim kimi götürülə bilsinlər.